Bu milləti dubinka ilə qorxudurlar. Burada dolana bilməyən ailələr var. Rəşad Hacıqabul rayonunun 30%-ni zəbt edir. Kanal 21-ə müraciət edən Hacıqabul rayonunun Kovanı kəndi sakinləri Ekologiya və Təbii Sərvətlər Nazirinin birinci müavini Rəşad İsmailovdan və digər məsul şəxslərdən şikayət edirlər. Onlar bildirirlər ki, kəndin yaxınlığında yerləşən meşə ərazisinə aid torpaqlar qanunsuz şəkildə başqa şəxslərə icarəyə verilib. Sakinlərin sözlərinə görə həmin torpaqlarda hazırda əkin işləri aparılır və əraziyə kənar şəxslər nəzarət edir. Ətraflı vətəndaşların öz dilindən dinləyək. Mən Məmmədzadə Adam Güləsanoğlu, Hacıqabul rayonu Kovanı kəndində yaşayıram. 2-ci Qarabağ qaziyyəm, sağ ayağım dizdən yuxarı amputasiya olunur. Bizim kəndimizdə bir problem var. Bundan əvvəl də bu problemi dövlət orqanlarına çatdırmışıq. İcra başçısının vaxtı məlumatı var. Bizim bələdiyyəmiz və bütün rayon üzrə bütün nümayəndələrin bu problemdən xəbərləri var. Bizim kənd cəmaatının otlaq torpaq sahəsi əllərindən alınır. Və bu şikayətlərə baxmayaraq hələ də bu davam edir və bizə biraz əvvəl, bundan əvvəl məlumat verildi ki, 3-cü gün bu torpaqlara traktor salınacaq və kənd cəmaatına hələ də qorxu gəlir. Bu barədə biz müraciət etmək istəyirik cənab prezidentimizə. Bundan əvvəl də mənim şəxsən özümün müraciətlərim olub, cənab prezident buna qarşılıqsız qalmayıb. Bizi hər şeylə təmin edib, çox sağ olsun. Mən bu vaxta qədər istədiyim bütün müraciətlərim nəzərə alınır. İndi də istəyirəm bu kənd cəmaatla, ağsaqqallarla biz bu yerdə, bura bizim torpağımızdır, bizim buradan yaşayacaq başqa yerimiz yoxdur. Burada adları çəkilir bəzi insanların Rəşad, sonra Rəşad Şirinov bu torpaqları almaq istəyir. Deyilənə görə öncədən də pulunu ödəyib, belə bir məlumatlar da eşitdirik biz kənd cəmaatı olaraq. Bir neçə dəfə də bura Ekologiya Nazirliyindən də adamlar gəlib, amma halbuki bu nazirlikdən adam gəlməyinə baxmayaraq bizim problemi həll eləmirlər. Rəşadla hesablaşırlar buranı. Biz xahiş edirik ki, cənab prezidentimiz bu çəkişə görsün, bu video qarşısına çıxsın. Bizim bu məsələni həll eləsinlər. Biz bundan əvvəl də icra hakiminə sual vermişik, gəlib bizim problemlərimizə qulaq asıb. Və mən icra hakiminə sual vermişəm ki, bu niyə belədir? Yəni siz sabah deyirsiniz ki, bu torpaqlar meşə ərazisinə məxsusdur. Tamam, biz meşə ərazisinə məxsusdursa, buradakı 400 ev üçün siz nə fikirləşirsiniz? Bizim sualımız cavabsız qalır. 250 hektar yerdir, bu orada ancaq çıxırmışsınız. Yəni bizim bundan əlavə olaraq 20 kilometr uzaqlıqda bizim örüş sahəmiz var. Amma bu kənd cəmaatı üçün o 20 kilometr məsafə çoxdur. Buradan ora bizim heyvan aparıb otarmağı ya da... O da Rəşad götürür, 110 hektarın. Orada da yəni satıntılar var, yəni o torpağa da satılıb. Bizə deyirlər ki, müqavilə ilə bu torpaqlar satılıb. Əks halda biz bundan əvvəl də bələdiyyəmizə, icra nümayəndəsinə bildirdik ki, əgər buradakı torpağın söhbəti gedirsə, siz kömək olun, meşə ərazisi getsin, bizim orada otura bilmədiyimiz bu 400 evin payına düşən torpaq sahəsini götürsünlər, meşə ərazisi eləsinlər. Götürmək bu torpaq sahəsi bizə qalsın. Burada axmaz var. Bizə bildirirlər ki, burada Zürük kanalının altından biz bura şlaqvan qoyacağıq, buranı bağlayacaq. Bəs bu kənd cəmaatı hara çıxacaq? Bizim kəndimizə meşəmizi gəzdirir. Bütün dünya ölkələrində insanlara icazə verilir ki, meşə ərazisi sənindir. Get, bu meşə ərazisində istirahət eləməyə haqqın var, yaşamaq haqqın var. Yəni biz bunu eləyə bilməyəcəyik indi öz meşəmizdə. Halbuki gəliblər buranı yaşıllaşdırma eləyəcəklər. Necə bir yaşıllaşdırma olacağı da biz bilmirik. Mavini gəlib oturub Rəşadla. Yəni meşə ərazisidir, bura suyun qırağıdır. Kür çayı bizim yanımızdan keçir yəni. Meşə ərazisi hər zaman özünü bərpa eləyir. Bura özünü bərpa eləyəcək. Siz gedin lazım olan əraziləri yaşıllaşdırın. Hacıqabuldan Muğan bölgəsinə düşəndən bəri səhradan bir fərqi yoxdur torpaqların. Gedin ora, şoran torpaqlarda yaşıllaşdırın, əkin, ağac əkin. Niyə gəlib burada ağac çıxan? Burada nə qədər yulğun ağacı qırılır. Yulğun normalda qırmızı kitaba düşür. Biz bunu oxumuşuq, yəni bunun o bu yox. Amma bunlar gəlib burada ağacı qırıb çıxıb gedirlər. Biz bunu dəfələrlə çəkiliş eləmişik. TikTokda bizim çəkilişlərimiz var. Yəni biz TikToka müraciət edirik millət olaraq. Çünki bizim başqa bir ərazi çıxış yolumuz yoxdur. Yəni icra nümayəndəmiz buna fikir bildirmir. Yəni bizə bir köməkliyi yoxdur. Göz yumur. Göz yumur. Yəni bu millətə deyilir ki, 3-cü gün bura gəlinəcək, polislə gələcəyik biz. Bu milləti dubinka ilə qorxudurlar. Bu Rəşad kimdir? Cənab prezidentimiz nə buna baxsın, bu bildirsin, yəni biz bunu istəyirik, bizə köməklik etsin. Əzrail deyil, nədir bu? Bu işlər hamısı. Bu Hacıqabul rayonunda bir dənə fərarı olmadı. Hamı yiyəsi, valideyn uşaq saxlayamır ki, mən gedirəm ona. Gedim ya camı qoyacam, ya oranı alacam. Azərbaycan bütün torpaqlarında, bütün cavan uşaqlar hamısı eləçinə məhv oldu. Bu nə hörmətdir? Bizə Bir gün nə hörmət qoyuldu bu uşağa?
Şəhid ailələri, Tək qazi ananın ailələri. uşağını apardılar, şəhidi gəldi, meydi gəldi. Ha. Budur indi bizə. Malqaramıza vörüş yox. Kimin pulu varsa bu kəndin başını burada dolana bilməyən ailələr var. Bu kəndi onda köçməlidir buradan. Bizi Afrika düzənliyinə onda göndərələr ki, gedib orada yaşayır. Ay sonur o Rəşadı yoxlasınlar kimdir? Nədir? Nə işdir? Salamət ol, salamat. Qabır onun çoluna kəndi, şəhid atası. Bizim örüş yerimizi Rəşad Şirinov götürür. Onu da dünən ayın 15-i Ekologiya Nazirinin müavini burada olub ki, bu yerlərin hamısını götürəcək, Rəşad Şirinova verəcək. Bununla alıblar. Rəşad deyib pul vermişəm mən. Problem yox. Bura gəlirlər, cəmaatla Götürəcəm o yerləri. cəmaatla söhbət eləmək əvəzinə gedirlər. Rəşad Şirinovla hesablaşırlar. İstəyir rayon, istəyir Ekologiya Nazirinin müavini, istəyir icra nümayəndəsi hamısı. Bizi də hədələyirlər. Polis gətirəcək. Birinci torpaq bizimdir. Biz vermişik uşağımızı şəhid. Bu kişi də ayağının birini verib vətən yolunda. Amma torpaq bizimdir. 50 ildir, 60 ildir, 70 ildir bu torpaq bizim örüş yerimiz olur. İndi amma bizim əyərləri örüş yerimizi Rəşad Acqabul rayonunun 30%-ni zəbt edib. Bunun kimdə arxasında dayanan biz bilmirik. Acqabul yox, gedib Ağsu rayonuna çıxır. Ağsu rayonu, Qəbələ, nə bilim, hara, sahələri zəbt edib. Afrikada da ki, eşitdiyimə görə. Afrikada 400 evin hamısının heyvanı bura çıxır. Özdə bizim heç yandan gəlirimiz yoxdur. Bizim gəlirimiz təsərrüfatdandır, mal heyvan saxlamaqdır. Bizim başqa bir işimiz yoxdur. Biz də cənab prezidentdən, Respublika prokurorundan xahiş edirik ki, bu Rəşad Şirinov kim olmağın, kimdir onun arxasında dayanan, onu biz bilmirik. Amma bizim örüş yerimizi o zəbt eləyə bilmir. O qolçamaqdır. O gəlmiş də. O zəbt eləyir hər yanı. Özdə bundan yəqin cənab prezidentin xəbəri yoxdur. Aşağı məmurlar bu işləri görür. Gizlədirlər hamısını. Prezident tapşırıq verir ki, xalqı incitmiyor. Kənd cəmaatı incitmiyor. Bu heyvandarlıqla məşğul olsun. Bu deyir, yox, öldürəcəm sizi. Nə bilim, mənim özümün, mən şəhid ailəsiyəm. O şəhidin də ailəsi var, 2 dənə uşağı var, 3 də ailəsi, 2 uşağı var. Həmin o uşaqları mən saxlayıram. Özdə Şirvanda onlar kvartirant qalır, ayda 300 manat. Kvartira pulu verirəm, 100 manat kommunala verirəm. Elə bunlar Rəşad yaxşı oğlandır, şəhid ailələrinə, qazilərə kömək eləsin də. Gəlib qazilərin, şəhidlərin örüş yerini niyə almalıdır? Vicdanı varsa, vicdan yoxdur o adamda, vicdanı varsa, gəlsin üzbəüz bizimlə. desin ki, mənəm. Rəşadın Gəlsin də. istəyir Ekologiya Nazirinin qohum əqrəbəsi gedib şəhid olmayıb. Müharibədə iştirak eləməyib. Rəşadın oğlu burada 100 minlik maşın sürür. Hansı pullandır, nə tərdir? Olaraq biz bunu ona görə edirik ki, insanlar daha da yaxşı yaşasın. Amma insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm. Bugün də deyirəm bunu, hər kəs bilsin və eşitsin və nəticə çıxartsın ki, məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir. Vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq eləməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvəzzükar aparmalıdır, özü də ailə üzvləridir. Nümunə olmalıdır. Rüşvətxorluqla məşğul olmamalıdır. Soyğunçuluqla məşğul olmamalıdır. Məmur belə olmalıdır, dediyim kimi. Sonda Kanal 21 olaraq onu da qeyd edək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.